Hamınızı salamlar dostlar. Mən Hüseyin. Uzun müddətdən sonra yepyeni bir videoyla qarşınızdayım uşaqlar. Uşaqlar bildiyiniz kimi 2 aydır ki video paylaşmırdım. Lakin bu günləri sizlərlə yenidən video atacağım. Yeniden video paylaşacağım uşaqlar. Bilirsiniz ki 2 aydır video paylaşa bilmirəm. Niyə? Çünki cihazım xarab olmuşdu və o cihazımda World Soccer Champs karyeralarımda getmişdi. Bu günləri isə World Soccer Champs'da yepyeni bir karyera yaradacağıq. Uşaqlar, önemli bir bilgiləndirmə verəcəm ki, bunu mən açıqlamada, daha doğrusu bu açıqlamada yox. Lakin bildirmiştim size ki artık yeni bir PSP Futbol 26 videosu gelmeyecek. Çünkü cihazım çok zayıftı ve PSP Futbol 26'ya daxil olanda 1-2 dəqiqə sonra oyundan məni atır. Kayıt açanda isə vapşım oyuna daxil olmaq olmur. Buna görə də mən qərar verdim ki, yeni cihaz alana qədər World Soccer Champs videoları paylaşmağa devam edeyim. Bu günlər yepyeni bir karyera yaradacağım və bu karyerayla inşallah ki, axıra qədər gedib öz məqsədim olan ən yaxşı baş məşqçilik karyerasını edə bilərəm. O zaman uşaqlar, videonun çox uzatmadan, əgər bu videoya 15 like gəlsə, növbəti bölüm tezliklə gələcək. O zaman uşaqlar keçsə yepyeni bir karyera yaratmağa. Bilirsiniz ki, uşaqlar, mən 2 ay olmayan müddətdə oyuna 2 dənə güncəlləmə gəlib. Bu güncəlləmələr çox gözəl güncəlləmədir. Lakin burada mənim bir dənə xoşum gəlməyən bir şey var. Yəni Azərbaycan liqasını İran liqasının, Qazaxıstan liqasının, Bulqaristan liqasının, Cəzair liqasının altına qoyublar. Niyə? Abi niyə də niyə? Azərbaycandan son 10 ildə, 15 ildə Avropaya təsnifat mərhələsi belə olsa, Avropa seçimlə təsnifat mərhələsinə belə olsa, Avropaya bir neçə komandamız gedir. Ən azından 2 komandamız olsa belə gedir hər il. Bu il 4 dənə komandamız gedəcək, o ayrı məsələ. Daha doğrusu 2026-2027 mövsümündə 4 dənə komandamız gedəcək. Yəni abi, adamlar yenə də götürüblər Azərbaycan liqasını aşağı qoyublar. Mən buna əsəb oldum. Və şu an uşaqlar, biz karyeramızı Azərbaycanlı olaraq Katardan başlayacağıq. Ali Saliyanın başına keçək. Çünki Ali Saliya hər şey daha yaxşıdır. Yeni bir yolculuk başlıyor. Başlasın. Qatara endik və yönetim və tərəfdarlar kulübə hoş gəldin deyir. Sezon beklentiləri küme düşmə hattından uzaq durmaqdır. O zaman uşaqlar, biz dərhal şəkildə bir dənə komandamıza baxaq. Ay, 9'luq və 70'li adamları zamanda saxlayırlar. Yəni sözüm yox. Mən ümumiyyətlə bu diziş yox. Bir dəqiqə, bir dənə ümumiyyətlə kadroya gözümlə baxım. O var. Abi 4-2-4 çox uyğun olar bura. 4-2-4, 4-2-4. Ha, burada 4-2-4. Bunu ataq bura, bunu ataq bura. Belham santraforda oynayır, bunu qoyaq bura. Stamini ataq bura. Yahya 32 yaş var. Mitval 28, Mitval qoyublar. Bir dənə sağ bek alacağıq, yəqin ki, 30 yaş var, qapısını dəyişərik. Sınana, bir dəqiqə, Sınana yox. 34 yaş var. Var qoyaq. Belə. Hazırdakı komanda belədir, yəni əl atmadan, yəni transfer falan etmədən komandamız belə şəkildədir. Lakin biz indi bunu dəyişəcəyik. Mahmudu yerinə birini alacağıq, Yones yerinə birini alacağıq, Muhammed yerinə birini alacağıq və bir dənə də Olvan yerinə, yəqin ki, yaxşısını alıb onu Olvanı zamana atarıq və yaxud da ki, sol kanadı alarıq. Bir dənə buranı düzəldim mən, hər şey qəribə görünür mən gözümdə. Mən fikrimcə bu belə olmalıdır, ən düzgün beşəsi. Bəli, Nanini qoyaq bura, Nanini. Sonra Yahyanı ataq bura. Daha doğrusu Yahyanı satarıq, onu qoyaq bura. Bu üçünü satarıq. Amaron'u satarıq, Amaron'u satarıq. 3 tane kanat olmağının məncə yeri yoxdur əslində. 3 tane kanat zəminli.
Ona görə şey aldı satım yoxsa Yahyanı. Yahyanı satım bir dənə. O zaman satışlarımızı keçsək, satışlarımız belə olacaq. Antonio, Yahya və Amaro və bir də ki Yonesi satacağıq. Və bir də ki defans orta sahamız Muhammedi. Muhammedi təklif gəlmişdi, görmüşdüm. Ona görə onu dərhal satıram. Yaxşı bir qiymət verir. Muhammedi satdım. Antonio sataq. Sonra Amaro'nu sattık. Yahyanı sataq. Ondan sonra Snana, Khalid, Ali, Sabah var. Ondan sonra bir dakika diyan kimi satacaqdıq, yadımdan çıxdı. Yones satacaqdıq. Yones sataq. Abi təzədən yeni yerə girdim. Yones burada. Yones sataq. Ara satdıq Yones'i. Ondan sonra indi keçək satışlarımızı eləməyə. Satışlarımız belə olacaq. Birinci qapı kiralıq baha 285'i kiralığı yağmur. Renato Martini kiraladıq gələn sezona qədər. Ondan sonra Renato Martini birbaşa yerləşdirək yerinə. Ondan əlavə defansif orta saha, yəni mərkəz ortası 5-70 22 yaşdan aşağı ofansif orta saha, həm də defansif orta saha oynaya bilən transfer listəsində olsun həm də. Bax, Augustus Soria 970 bəs yaxşı ismi. Onu kiralayaq məncə. Bəli, 341 kiraladıq Augustus Soria'nı. Ona əlavə eləyək. Sonra sağ bek alaq. Sağ bek. Sağ beklərdə Samuel Martin alaq. Çünki ən ucuz odur. Onu da 590K'ya birbaşa alırıqsa kiralayaq. Məncə birbaşa alaq. Samuel Martin'i 590K'ya komandamıza qatdıq. Onu da yerləşdirək əsaslara. Sonra biz kimi alacaqdıq sonra? Bir də ki santrifor alacaqdıq. Deyəsən yox, elə alacaqdıq. Santrifor alacaqdıq. Bustami, Belanda, Soria. Allah şeyi. Nəyə olmadı? Santriforu bilirəm kimi alacağım. Milliyet Azərbaycan. Azərbaycanlı bir isim alacağım. Musa Qurbanlıdır o. Birbaşa almayacağım, onu da kiralayacağım. Musa Qurbanlı da komandamdadır. Artıq onu da transfer etdik. Musa'nı da Olvan yerinə qoyaq. Olvan'ı Snana yerinə qoyaq. Belə də təsbida ataq. Və Snana'nı da təsbidayin yerinə qoyaq. Tabii Tahir'i də satacağım mən. Başqa bir şey eləyə bilərik mi komandaya? Məncə sol kanal ala bilərik bir dənə. Ona görə tabii sol kanal alıb Cristiano da sata bilərik. Şey eləyək məncə bunu. Cristiano tabii sahayı sataq. Əslində satmağa ehtiyac yoxdur, amma yenə də satacağım. Cristiano sattım. Bir də kimi satacaqdım? Bir dənə sol kanat satacaqdım. Taubini. Yox, Taubini satmayacaqdım. Sən satacaqdım. Tabii sahayı. Tabii sahayı sağ kalacağım dedi.
Ha, tamam. Hadi satırıq zaten. Tabii sayedi satar. Ve sol bek alaq. Daha doğrusu sol kanat. 1.7'ye alaq mı Las Palmas'dan Pedro olanı? Pedro olanı daha doğrusu. Yoksa 19 yaşlı Adrian Balken'i alaq mı? Məncə hə, onu alaq. Adrian Balken'i Adrian Balken'i komandamıza qalıcı olaraq qatdım. Komandamızın transferi Adrian Balke. Onu da yerləşdireyim. Və Taubini belə yerləşdireyim. Və onu da və sınavla da belə qoy. Bəli dostlar, kadromuzun son halı belədir. Ən yaxşı halı da belədir. Düşünürəm ki, bu video bura qədər olmağı məncə bəsdir. Gələn videolarda artıq maçlara başlayarıq. Kanalımızın halı belədir. Son dəfə də göstərirəm. Bir dənə analiz eləyək. Marini aldıq burada qapıya. Martini aldıq. Sağ bekə Soryanı aldıq. Yarım müdafiəyə sol kanada Adrian Balken'i aldıq və santraforda Musa Qurbanlı'nı aldıq və komandamızdakı bir neçə ismi də satdıq. Burada biz bir şey səhv elədik. Nəyi səhv elədik? Mən sizə onu deyim. Defansif orta sahamızı satmağı səhv elədik. Çünki biz Elizanı satıb onu zamanında saxlamalıydıq. Gələn dəfə də yeni bir transfer eləyərik ora. Düşünürəm ki, bu video əla oldu uşaqlar. Gələn bölümlərdə görüşənədək dediyim kimi bu videoya ən azından bir 20 like, 15 like gəlsə növbəti bölüm tez bir şəkildə gələcək. Sağ olun dostlar, salamat qalın, özünüzə yaxşı baxın.